müxtəlif tozlanma formalarına uyğun ifadələri müəyyən edin. Birinci şəkildə nəyi görürük biz? Öz-özünə tozlanmanı. İkinci şəkildə nəyi görürük? Çarpaz tozlanmanı. Çiçəyin əsas orqanları eyni vaxtda yetişməlidir. Biz bilirik ki, öz-özünə tozlanmaya aiddir bu dediyimiz. Eyni vaxtda yetişsin, öz-özünü tozlandırsın. Acı paxla lobya bitkiləri üçün xarakterikdir. Öz-özünə tozlanma xarakterikdir. İki də bura aiddir. İkievli bitkilərdə gedə bilər. Üçüncünü oxuyuruq. İkievli bitkilərdə gedə bilən, yəni ayrı-ayrı bitkilər olacaq. Artıq öz-özünə tozlanma getdik. Çarpaz tozlanmaya. Çovdar bitkisi üçün xarakterik olan yenə çarpaz tozlanmadır. Saf xətlərin alınmasında tətbiq olunurdu. Saf xətlər öz-özünə tozlanma olacaqdır. O da 5-ci də yenə 1-ə aid olacaqdır. Deməli 1, 2, 5, 3, 4 cavabımız düzgün olur. Bu da 1, 2, 5, 3, 4 birinci və ikinci düzgün cavabdır.